en büyük arzum? En büyük arzum bu ülkeden gidip başka bir ülkede, yani Almanya'da rahat yaşamaktır. 5 yıl sonra özümü harda görürsen? 5 yıl sonra özümü Almanya ülkəsində rahat bir yerde, sakit bir yerde uzanıram və musiqiyə qulaq asmaqda düşünürəm. Mən iş yerimi görmüşdüm uşaqlar. Mən iş yerimdə tanıyım. Mən ən populyar yerdə işləyirəm. Mükemmel. Hər kəs yaxşılıq deyə, az cizində tuman yığırsan, özə hamısını ayırırsan. Uşaqlar, bu mənim işimdir. Mən tuman yığmaqla məşğulam. Saxsız deyil, amma ən pasiyyətli işlərim. Dünyanın ən pasiyyətli işlərim bəlkə. Son hər kəsə müraciət edirəm. Mənə rahat bir işlər. Əgər varsa, rahat görəcəyim işlər varsa, belə tuman işlərində olmasın, mən gələrəm. Maaş 5 manatdan yuxarı maaşdan. Deməli, hər kəsə salamlar. Bu videonu əslində mən çoxdan çəkmək istəyirdim sadəcə. Elə bir ki, heç uyğunlaşmadı, vaxt tapmadım, imtahanlar falan, başım qarışdı. Bundan əvvəlki videolarda 2019-a aid videolar gördünüz. Hansı ki, mənim Almanyaya gəlmə bir xəyalım olduğuna aid videolar. Əslində bu mənim uşaqlıqda olan bir xəyalımdır. Bilmirəm, ya həmişə Almanya adını eşitdiyim üçün evdə bundan ola bilər. Çünki əvvəllər mənim mamam, yəni o vaxtlar lap əvvəllərdən bura gəlmək istəyirdi. Nəsə alınmamışdı. Sonra qardaşım universitetlərə qəbul üçün müraciət eləmişdi. Onda da nəsə alınmamışdı. Sonra da axırda elə oldu ki, mən zaten bura gəlmək istəyirdim. Öz-özümə dedim ki, onda özüm bir yol sınayım. Həmin vaxtda da mən Ausbildung yolunu seçdim. Yəni Alman dilini öyrənib Ausbildungla gəlmək daha rahat olduğu üçün o yolu seçdim. Həm də tezkən qəbul aldım. Zaten bunları hamısını bilirsiniz. Yəni mənə çoxdan izləyənlər. Belə bir şey deyim də sizə. Bir şey əvvəlcə xəyal eləməlisiniz ki, özünüzə məqsəd qoyasınız. Çünki xəyal eləyə bilmədiyiniz bir şeyi özünüzə əgər o xəyalın içində görmürsünüzsə, o şey eləyə bilməyəcəksiniz. Yəni bu həqiqətən reallıqdır. Ondan sonra qarşınıza məqsəd qoyursunuz. Məqsədinizi qoyursunuz ki, məsələn, mən Almanyaya getmək istəyirəm. Artıq bunun xəyalını qurmusunuz və məqsəd yoluna keçid eləmisiniz. Və məqsəd olaraq deyirsiniz ki, mən Almanyaya gedəcəm. Bunun üçün də təbii ki, addımlar atmalısınız. Necə ki, mən sizə demişdim ki, mən bu qərarı verdikdən sonra bir kurs tapdım, Alman dili kursu və kursa başladım. Siz də bunu eləməlisiniz. Əgər məqsədinizi həqiqətən ardınca getmək istəyirsinizsə və bunu reallaşdırmaq istəyirsinizsə, bunun üçün bir addım atmalısınız. Həqiqətən mən o qədər mesajlar alıram ki, yəni Almanya necə getdi, Almanya necə getdi, necə eləyək. Burada heç bir çətin bir şey yoxdur. Ya da mənə mesajlar gəlir ki, dil bilmədən Almanyaya necə gəlim. Yəni hamıya məsləhət olur ki, təbii ki, dil öyrənin ilk növbədə. Çünki dilsiz yəni bura gəlib nə edəcəksiniz? Ən azından bir insanlarla danışığınız olsun, bir restorana gedəndə nəsə sifariş eləyə biləsiniz. Bir sənət düşünüz olanda kimləsə ehtiyac olaraq deməyəsiniz ki, sən Allah mənə kömək elə, bu sənədi həll edeyim. Belə şeyləri ümumiyyətlə qoyun kənara. Əgər Ausbildungla gəlmək istəyirsə, zaten dili bilməlisiniz. Necə ki, mən imtahan verdim, siz də imtahan verəsiniz, siz də məktəbə gedəcəksiniz. Yəni bunlar olmalıdır. İş vizasında, valla yalan deyərəm, zaten bunu bir videoda demişdim ki, dil nə qədər lazımdır. Amma yenə də burada insan öz həyatını davam etdirməsi üçün dil hər cürə lazımdır. Deməli, videonun məqsədindən uzaqlaşmayaq. Videonun məqsədi oydu ki, insanlara motivasiya vermək. Mən Azərbaycanda olanda əvvəllər satıcı kimi işləmişəm. Kuryeri də eləmişəm, flyer də paylamışam. Yəni mən eləmədiyim daha iş qalmayıb da, yəni hər işi eləmişəm. Yəni özümü tanıyandan mən ancaq iş həyatında olmuşam. Universitet qiyabı oxumuşam. Qiyabı oxuduğum müddətdə də zaten həm vaxt işləmişəm. Nə bilim, universitetin ödənişlərini eləmişəm. Yəni hər zaman bir əziyyət çəkmək yolunda olmuşam. Heç vaxt fikirləşməmişəm ki, nə bilim, əziyyətsiz pul qazanmışam. Belə bir şey, nə bilim, bəlkə də olur, amma mən bilmirəm belə bir şeyləri. Yəni əziyyətsiz pul qazanmaq olursa da necə olar? O yollar mən bilmirəm, heç bilmək də istəmirəm. İnsanlar hər zaman əziyyətlə irəli gedirlər. Necə ki, Allah hər kəsin əziyyətinin bəhrəsini bir cürə ona gətirib qarşısına çıxardır. Necə ki, mən o qədər əziyyət çəkmişəm, əvvəllər də işləmişəm, dil öyrənmişəm, ona əziyyət vermişəm. Yəni Allah məni bir cürə bura gətirdi, yəni əziyyətimi bəhrəsiz qoymadı. Yəni bu videonun motivasiya olsun deyə çəkirəm ki, yəni əvvəlki Turanə və indiki Turanə arasındakı fərqləri görəsiniz deyə. Yəni əvvəlki Turanə, nə bilim, bir ticarət mərkəzində eşək kimi satıcılıq edirdi. Ayın 31 gününün 31 günü də işləyirdi. İcazə almaq üçün müdürə yalvarırdı ki, bir gün icazə versinlər. Onu da o puldan kəsilirdi. Gündəlik 15 manata işləyən insan olmuşam. İndi bura gəlmişəm, düzdür. Ausbildungda hər kəs bilir ki, əvvəlcə çox pul qazanmırsınız. Zaten aylığınız 800 netto, 900 netto olab deyək, 1000 netto, yəni uzağı beləsə pul qazanırsınız. Bunun da evi var, yeməyi var, içməyi var, yəni belə bir şeylər. Öz xərclərinizi yəni ödəməlisiniz. Çox şükür olsun ki, burada həyatım Azərbaycandan 1000 dəfə yaxşıdır. İnşallah ki, hər zaman da belə qalar. Mən bura gəldikdən sonra da heç vaxt yəni stop eləməmişəm. Bacardığım qədər oxumağa çalışmışam. Ausbildung imtahanlarını da vermişəm. İnşallah ki, cavabları da çox yaxşı çıxar. Cavablarını da gözləyirəm.
6000 imtahan cavabları yaxşı çıxsa demək olar ki, məqsədimin böyük bir hissəsini artıq həyatda yerinə yetirmiş oluram. Bu mənim ikinci təhsilimdir. Azərbaycandakı təhsili qoydum kənara. Yəni Almaniyada olan təhsilim birinci təhsilimdir. Bu təhsildə inşallah xoş bir nəticə ilə başa vurmağı gözləyirəm. Ümid edirəm ki, çox yaxşı bir nəticə əldə edərəm. Ümid edirəm sizə motivasiya olar bu video. Yəni görərsiniz ki, həyatda hər şey üçün mücadilə etmək lazımdır. Heç vaxt dayanmayın. Kim nə deyirsə desin, heç vaxt onlara qulaq asmayın. Mən də Almaniyaya gəlmək istəyirəm deyəndə hər kəs belə şey kimi baxırdı ki, hə gedərsən. Belə şeylər çox eşitmişəm. Ona görə də özünüzə inanın, özünüzə güvənin, bacardığınız qədər yaxşı dil öyrənin. Əsas odur. Yəni özünüzü idarə edə biləcəyiniz səviyyədə dili bilin. Bura gəldikdən sonra da inşallah daha da yaxşı üstündə qoyun. Yəni dayanmayın. Deməyin ki, bu səviyyə mənə bəsdir. Heç bir səviyyə heç kim üçün bəs deyil. Nə qədər öyrənsəz, o qədər yaxşıdır. Biliyi nə qədər çox öyrənsəz, o qədər sizin köməyinizə çatacaq. Belə bir şey də var ki, əlbəttə ki, bəzən oxumadan belə insanlar yaxşı bir yerlərə gəlirlər. Hansı ki, əziyyətlə. Çünki o insanlar əziyyət çəkməyə bacarırlar. Və siz də əziyyət çəkməyi bacaran insanlardan olun. Bu qədər özünüzə yaxşı baxın. Bu videonun motivasiya olsun deyə çəkmişəm. Məni görəsiniz ki, hardan hara gəlmək olur. Mənim zaten videoda gördüyünüz kimi 2019'da məqsədim 5 il sonra Almanya'da olmaq idi. Amma 4 il sonra bunu bacardım. Yəni 5 ilə saxlamadım. Siz də çalışın, özünüzə bir vaxt aralığı qoyun. Deyin ki, məsələn, mən 1 il ərzində Almanya'da olmaq istəyirəm. Mən inanın ki, o 1 il ərzində də siz Almanya'da olacaqsınız. Video baxanlara təşəkkür edirəm. Videonu bəyənməyi, məni izləmirsinizsə izləməyi unutmayın. Özünüzə yaxşı baxın, sağ olun.